məktəbi təqdim edin. Mən Xəqani Xudayev, Aşağı Noxudlu kənd sakini. Məktəbdə vəziyyət bu cürdür. Məktəbdə vəziyyət, məktəb qəzalı vəziyyətdədir. Bu gündə, bu dekabr ayında məktəbin bağlanmağı 1 il oldu. 1 ili tamam oldu bağlanmağını. Belə də ki, bizdə fövqəladə gəlib burada rəy verib ki, bu məktəb qəzalı vəziyyətdədir, burada oxumaq olmaz. Ona görə də bizim məktəbi, Aşağı Noxudlunun uşaqların hamısını keçirdilər, yuxarı Noxudluya ki, dərs keçsin. Söz yoxu, orada dərs keçirlər. Dövlət tərəfindən avtobus, marşrutlar verilib hamısı, təhvil verilib hamısı. Uşaqları aparıb gətirirlər. Amma qaldı ki, orada bu son zamanlar bu axırda pes gətiriblər, nə gətiriblər bilmirəm. Həmin peşdən zəhərlənmə olub. Mənim övladım da zəhərlənib. Gətirmişəm, gedə saat 2-də təzdən aparmışam ki, 3 gündə axşam çıxarmışam xəstəxanadan. Yəni ki, vəziyyət bu cür nədir? Bu bizim ya məktəbin təmir vəziyyəti yoxdur ki. Məktəb sökülüb təzədən tikilməlidir, bərpa olunmalıdır. Ona da söz veriblər ki, güya ki, bu yaxın gündə yanvarda güya başlanılacaq. Güya da, bilmirəm, yalan deyərəm. Yəni ki, acınacaqlıdır vəziyyətimiz. Uşaqlarımız əziyyət çəkir. Səhər-səhər 7-də balaca 2-ci sinif uşağı saat 7-də evdən çıxır, saat 7-də cəmaət işə gedilir. Məcburdur, anadır, cavan körpə uşağıdır. 5 yaşı var, 6 yaşı var, 7 yaşı var. Yanında aparıb yanında gətirməlidir. Valideynlər də girinci olub. Bizim tələbimiz odur ki, məktəbimiz ya təmir olunsun, ya bizə Naviri eminli model tipli məktəb tikilsin. Məktəbin arxasında yer var. Məktəb tikilincə model tipli məktəb bir dənə düz qoş eləsinlər burada. Bizim də canımız dincəlsinlər bu yol gedib gəlməkdən. Allah göstərməsin, yoldur, qəzadır olur. Avtobusda gedər, qəza olar, peşmançılıq olar. Kim cavab verəcək? Vallahi heç kimi tutmayacaqlar indi. Yəni, indi elə zamandır ki, heç kimi tutmurlar. Yəni ki, deyəcəyim budur. Son sözüm də budur ki, xahiş edirəm qurumlardan, təhsil şöbəsindən, təhsil nazirliyindən və bizim bu məktəb haqqında bəyan əncam olsunlar.
olsun.